أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. السلام عليكم ورحمة الله وبركاته. Her bir ölen peşiman olacaqdır. Bu kəlmə Allahın Resulü sallallahu aleyhi ve sellemin sözüdür. Mâ min ahadin yamutu illa nedime. Her bir ölen peşimançılıq içində öləcək. Burada her bir ölen deyəndə bütün bəşəriyyətə aiddir bu. Bütün bəşəriyyətə. Müminindən ve kafirindən. Her birine. Değerli dinleyiciler, hayat bir fürsəttir, bize verilmişti. Hayat dediğimiz yaşamak demekti. Yaşamak, yani nefes alırsansa, sen yaşayırsan demekti. Olabilsin birinin heç ayakları yoktu. Olabilsin ki biri xəstədir, heç yerindən dəbərə bilmir. Bütün bunlara baxmayaraq, onun yaşadığı həyat sayılır. Acı həyat olsa da, şirin həyat olsa da, hər biri həyat sayılır. Bu həyat bizə verilmiş böyük bir fürsətdir ki, çünki biz iman gətirmişik ki, bir gün Rəbbimizə qovuşacağıq. Və Rəbbimizə qovuşacağımız günü kimisinin üzü güləcək, kimisi kədərlənəcək və yaxud da kimisini dəhşət bürüyəcək. Deməli, biz buna iman etmişik. Bu qarşıda bizi gözləyir. Ona görə də həyat bizim üçün fürsətdir. Nəyə? Dünyada çaş ki, filankəs sağ olaydı, ona filan sözü deyərdim yaxşı mənada, dediyin o halı yaşamayasan deyə həyat sənin üçün fürsətdir. Değerli insanlar, Allahın Resulü sallallahu aleyhi ve sellem bu sözü buyuranda sahabeler ondan soruşdular. Yani o dedi ki, mâ min ahadin yamutu illa nedime. Her ölen peşiman olacaq dedikdə, dediler, qalu ve ma nidametehu ya Resulallah. Ey Allahın Resulü, bu nəyin peşimançılığıdır ki belə? O dedi, İn kâne muhsinan nedime ellâ yekûne izdâda. İn kâne musi'an nedime ellâ yekûne neza'a. Ravahu Ebu Hureyre. Resulullah deyir ki, o ölen eğer mümindirsə, bax ha, mümin də peşiman olacaq. Eğer mümindirsə, çaş ki daha çox iş görəydim, deyəcək. Ey Allahın qulu, ey iman etmiş mümin birisi dinləyən, sən bu sözü deyəcəksən. Çaş ki çoxaldaydım. Bu hələ mömündür ha. Çünki bizim tənbəllikdən, yorğunam deməkdən, bu qədəri bəsdir deməkdən nə qədər işləri biz başını buraxdıq? Nə qədər? Dedik ki, 5 vaxtı namazı qılıram bəsdir. Əlbəttə ki, 5 vaxtı namaz sənə vacib edilmişdi. Ondan o tayı olmasa, buna görə cəhənnəmə düşməzsən. Amma sən cənnətin gözəlliklərini gördükdə, Allahın bu neymətlərini alan o mükafat sahiblərinin aldığı mükafatları gördükdə, hökmən deyəcəksən ki, çaş ki, mən bunu artıraydım. Hələ
məhşər günündən söhbət getmir ha, dəyərli insanlar. Bugünkü dərsimiz məhşər gününə aid deyil. Bugünkü dərsimiz dünyaya aiddir. Ölərkən, yəni ölüm mələyini görən kimi ki, hər kəs onu görür. Biz bilmirik. Hər bir ölən onu görür. Elə ona görədir can verənlər nə qədər ki, hələ ayaq üstə idilər, onların başı fırlanır. Yerində fırlanırlar. Çünki ölüm mələyi yuxarıdan gəlir. Və onun başının üzərində bir dövrə vurur ona. O, onun başının üzərində vurduğu dövrəm zamanında artıq onun həyatı ilə əslində 100% əlaqə kəsilmişdi. Beyin işləmir, göz heç nə görmür, dil heç nə danışa bilmir artıq. Çünki artıq sənin də bir dönəmin sona yetdi. Artıq dünya ilə sən vidalaşacaqsan. Artıq sənin dünyada bütün xatirələrin, bütün yaşadığın və yaşamaq istədiyin arzuların hamısı artıq dünyada qaldı. Bu sondur. Nə tövbə qəbul edilir, nə də bir saniyə vaxt ver sözü qəbul edilmir. Bir an, bir göz qırpımı belə artıq qırpa bilməzsən. Təsəvvür edirsənmi? Bir nəfəsliyə vaxt verilmir. Bitdi. Amma nədənsə həmən bitən vaxtı, yəni o ölüm mələyi onun başının ətrafında bir dövrə vurduqda, onun anadan doğulduğundan həmən ana qədər olan bütün xatirələri gözünün önündən gəlib keçir gedir. Təsəvvür edirsinizmi? Bizim yaşadığımız o gözəl uşaqlıqlarımız, gəncliklərimiz, sevincli və kədərli bir həyatımız gözümüzün önündən gəlib keçib gedir. Onun hər səhnəsi gözündən gedəndə sən bu sözü deyəcəksən. Çaş ki, bu namazı uzadaydım. Hər gün yorğunam, bugün gecə namazına durmayacağam dediyin o sözlərə peşiman olacaqsan. Çaş ki, gecə namazlarına duaydım. Çaş ki, mən Qur'anı öyrənərdim. Çaş ki, mən filan əməli etmiş olaydım. Həmən anda hamı sənə göstərilir. Buraxdığım boşluqlar. Baxın, dəyərli insanlar, biz ola bilsin ki, 100 il həyat sürək. Amma sürdüyümüz o həyatı, yadımızda qalanlarını bir neçə saatın içində danışa bilərik. Bəlkə elə deyil. Yaşadığın həyatı, yaşadığın anları danışsan, maksimum bir günə danışarsan. 100 illik həyatı bir günə danışarsan. İndi ona görə də onun sənin gözünün önündən keçməsi sənə belə gəlməsin ki, mənim yaşadığım 70 il nə qədərə keçər? 3 saniyəyə keçər gözündən. 70 ilin, 100 ilin 3 saniyəyə, 5 saniyəyə keçər. Saatlarla danışdığımız yuxu var, saatlarla danışırıq o yuxunu. Həmən yuxunu biz 3-4 saniyənin içində görürük. Hətta oyanarkən görürük. Yəni gözünü açmağa başlayarkən onu bir anda görürsən, bitir. Amma durub saatlarla danışırsan. Deməli, həyatın da gözündən keçəcək. Ey Allahın qulu, görəcəyin çox işləri vardır. Bizim yaşadığımız həyatda hər bir şəxsin həyatında həlbət belə bir xatirələri vardır. O düşünür ki, çaş ki filan kəs sağ olaydı. Əgər o sağ olsaydı, mən dırnaqlarımla olsa belə sürünərək gedib onu tapıb, onu bir bağrıma basardım. Dediyin adamlar həlbət həyatında vardır. Amma onlar sağ deyil. Birdəm sənə onu qaytarsalar, bir anlığa, nə edərdin? Bax, o edəcəyini indi et. İndi et, dəyərli insan. O nədir? Sevdiyin insanları qırma. Sevdiyin insanları qırmısansa, tap onu. Təkəbbür etmə.
Qürur etmə. Çünki qürur zalıma, düşmənə qarşı edərlər. Sevdiyinə qürur etməzlər ki. İnsan sevirəm dediyini, könlü onun üçün darxan birinə qürur mu edər? O qürur deyil, o şeytandandır, o aldatmacadır, o səni çaşdırır, o səni uzaqlaşdırır. Tap, halallıq al, tap, bağrına bas ki, sabah ola bilsin ki, saatlar sonra dünyanı dəyişərsən. Qoy, ondan o ölərkən, sən ölərkən, bax bu peşimançılığı yaşama. Yaşama, zaten bizim peşimançılıq yaşamağa çox hallarımız var. Biz çox yaxşı əməllərdən məhrum olmuşuq. Hələ o peşimançılıq bizə az deyil ki, bir də üstünə gəl düşmənçilik peşimançılığı olsun. Dünya malı üçün konflikt yaşayanlar. Maşınımı əzibdi deyə düşmən olanlar. Mənə istehza etdi, güldü, bir ömür düşmən olduğunu belə bağrına basmaq istəyəcəksən. Çaş ki olmayaydı, çaş ki mən etməyəydim, o etdi, çaş ki mən addım ataydım. Deyəcəksən, ey Allahın qulu, bunu Allah öz Rəsulunun ağzı ilə bizə çatdırmışdı. Deyəcəksən bu sözü. Ona görə dəyərli insan və bir də bilirsən nələri düşünəcəksən. Doğru bildiyini yaşamadıqlarına peşiman olacaqsan. Ölərkən deyəcəksən, aman Allahım, mən nə etdim? Mənə belə deyərlər, elə deyərlər deyə bu əməlləri etmədim. Nə qədər insan tanıyırıq biz, bu işin içində olduğuna görə deyirəm, praktikadan deyirəm. Doğru namazın qaydasını ona göstərirsən. Allahın Rəsulu belə namaz qılıb və o sübutların qarşısında diz çökür. Başa düşür ki, bəli, doğru budur. Amma deyir, mən bunu edə bilmərəm ki. Mənə nə deyərlər? Cəmaət mənə nə deyər? Bax, görürsünüzmü? Bax, cəmaət, insanlar mənə nə deyər? Deyən insanlar peşiman olacaqlar. Çünki insanlar zaten sənə demək istədiyini deyir. Sən elə bilirsən ki, sən insanların istədiyi formada həyat yaşasan, xoşbəxt olacaqsan. Niyə sən dəyərli həyatını insanların istədiyi kimi yaşamalısan ki? Niyə doğru bildiyini yaşamırsan ki? Doğru bildiyini yaşa. Ey Allahın qulu, hünərli ol. Bax, bu yaşa baxmır, elmə də baxmır. Ali İbn Əbu Talib, Allah ondan razı olsun, uşaqdır. 8 və yaxud da 9 yaşı var. Görür ki, Əbu Bakır, Allahın Rəsulu ilə Əbu Bakır çiyin-çiyinə qalıblar, namaz qılırlar. Arxalarında da Xədicə anamız. Namaz qılırlar bunlar. Deyir, namazdan sonra, deyir, siz nə edirsiniz? Onlar, Allahın Rəsulu deyir, biz namaz qılırdıq. Allah ilə danışırdıq. Ali İbn Əbu Talib deyir, mən də qoşulum da sizə. Allahın Rəsulu ona deyir, get atandan icazə al sonra. Baxın, dəyərli insanlar, burada detallara baxın, dərsimizlə çox əlaqəsi vardır. Get atandan icazə al sonra. Ali İbn Əbu Talib bir-iki qədəm atır, sonra çönür baxır. Deyir, axı mən atamı sizin yanınızda görmürəm. Atam sizin etdiyinizi qəbul edib ki, yəni sizin yaşadığınızı qəbul edib, 8 yaşında uşağın sualı. Allahın Rəsulu deyir, xeyr, o bizi qəbul etmir. O deyir, daha mən onun nəyindən soruşuram ki? Mənə lazım deyil ondan soruşmaq. Gəlir bunlara qoşulur. Baxın, burada bilirsiniz, bizim ən mühüm olan məqam nədir? Ali İbn Əbu Talib bir haqqı tapdı. 8 yaşı olmasına rağmen. Haqqı tapandan sonra ona dedilər, ged atandan icazə al. O dedi, mən bunu qəbul etmişəmsə, heç kəsdən icazə lazım deyil. Baxın, Allahın Rəsulu niyə dedi, ged atandan icazə al? Əslində din üçün atadan icazə alarlar? Yox.
Rasulullah onun cürətini yoxladı. Onun hünərini yoxladı. Nə qədər insan var deyir ki, atam qoymur. Bəli, atan qoymaya bilər. Atan deyə bilər sənə ki, bu işdə işləmə. Atan sənə deyə bilər ki, bu universitetə hazırlaş, buna hazırlaşma. Sənə deyə bilər ki, bu peşəni öyrən. Çünki o səndən praktikalıdır. Yaşda böyük, dünya təcrübəsi çox, sənə yol göstərir. Amma sənin atan sənə dinini bu cürə yaşa deməyə heç bir haqqı yoxdur. Heç bir haqqı. Çünki din Allahındır. Yalnız Allahın sözü, Rasulun sözü dində keçir. Heç kəsin sözü keçməz. Dünya birləşsə belə. Atandır, anandır. Əlbəttə ki, atanı, ananı sevəcəksən. Hətta ata-anan kafir olsa belə onu sevəcəksən. Çünki o sənin ata-anandır. Ona sayğı göstərəcəksən. Amma yolunu tutmayacaqsan. Yolunu getməyəcəksən. Xalq mənə nə deyər? İş yerində mənə nə deyərlər? Deyə bizim nə qədərimiz dinimizi düzgün yaşamırıq. Əksər insanların da sözü budur. İlla ki bizim xalqımızda bu söz çoxdur. İnsanlar mənə nə deyər? Bu adam cəhənnəmə istiqamət tutub, amma insanlar mənə nə deyər deyə cənnət yoluna yönəlmir. Ona görə dəyərli insan, doğru bildiyini yaşa. Demirəm, qəlbindən, ürəyin necə istəyir belə yaşa. Yox, yox. Nəfsə tabi olub istədiyin həyatı yaşamaq olmaz. İnsan vardır ki, uyuşturucu qəbul eləyir. Deyir ki, ürəyim belə istəyir, belə yaşayıram. Bunu xoşlayıram, bunu yaşayıram. Zina edirlər, deyirlər, sevirik bir-birimizi, yaşayırıq birlikdə. Necə istəyirəm, belə yaşayıram. Dünya 5 gündür. Eybi yox, 5 gün yaşa, 6-cı gün cəhənnəmdəsən. Bu başqa. Biz bunu demirik, istədiyini yaşa. Doğru olanı. Doğru nədir? Hər kəs deyir, mən doğruyam. Bəs doğru kimdir? Doğru Allahın kitabıdır, Quran. Doğru Rasulullahın səhih hədisləridir. Vəssalam, bunun kənarında nə doğru varsa nisbidir. Dəyişə bilir. Sənə görə elədir, mənə görə belədir. Sənə görə xəritə budur, mənə görə xəritə bu deyil, belədir. Sənə görə dünya fırlanır, mənə görə dünya düzdür. Vəssalam, yəni bu hər birimizin fikri dəyişə bilər. Amma Allahın dininə gələndə isə sən belə yaşa, mən belə yaşayım yoxdur. Ləkum dinukum vəliyə din. Allahın kitabının sözüdür bu. Sizin dininiz sizə, bizim dinimiz bizə. Bizim dinimiz nədir? Allahın və Rasulunun göndərdiyi din. Bizim dinimiz atamın, babamın yaşadığı deyil. Bəli, dəyərli insan, doğru bildiyini yaşa. Sevdiyini tap. Sevdiyin yaşayırsa, get onun canlı ruhundan halallıq al. Yaşayarkən, sabahları torpağını ovucunla götürüb, göz yaşlarını onun üzərinə tökməklə almaq olmayacaq. Çox gec olacaq. Zülm etdiklərinlə halallaş. Ey Allahın qulu, inan, bax, zülm etdiyinlə halallaş sözü var ha. Nəyim ki, sən zülm etmisən, sənə deyilir, get halallıq al. İnan ki, ölüm mələyi gələndə, nəyim ki, sən zülm etmişdin. Hətta sənə zülm etmişdilər ha, sənə zülm etmişdilər. Sən onun üçün deyəcəksən ki, eybi yox, çaş ki onun qabağına da gedəydim. Çaş ki gedib onunla da barışaydım. Bəlkə də barışsaydım, o öz səhvini başa düşüb, biz dost kimi ayrılardıq. Musa aleyhissalamın qanlı düşməni, qəti düşməni olan Firon ölərkən, ey Musanın Rəbbi, mən anladım, məni bağışla, dedi. Ona fayda verdi mi? Vermədi. Hətta Cəbrail aleyhissalam onun ağzından elə vurdu ki, torpaq onun ağzına girdi. O, nəfəsi yerində dayandı. Yəni, o sözü bitirə bilmədi belə. İndi mi halallıq istəyirsən? Ona görə dəyərli insanlar,
Biz bir gün ölümlə çabalanan dönəmdə peşiman olacağıq. Hər birimiz. İki növ peşimançılıq olacaq. Biri, kaş ki yaxşı əməlimi çoxaltmış olaydım. Digəri isə, Allah qorusun, Allah bizə onu yaşatmasın, etdiyim günahları kaş ki etməyəydim. Kaş ki mən bu yolu tutmayaydım. Kaş ki mən bu haramları etməyəydim deyəcəyi günlər olacaq. Allah bizi onlardan etməsin. Zaten biz peşiman olacağıq. Zaten. Amma günahlara görə peşimançılıq yox. Daha böyük, daha gözəl əməllərə görə peşiman isə olacağıq. Elə bir həyat yaşayaq ki, Allah bizə o peşimançılıq hissini heç yaxşı əməl içində yaşatmasın. Çünki bu da ola bilər ehtimalıdır. Çünki Allahın son anda insanı müjdələməsi var. Son anda rəhmət mələyinin gəlib onun canını alarkən ona müjdə verməsi də var. Bax, bu salihlərin mükafatıdır. Salihlərin mükafatıdır. Çünki bu da var. Necə ki, Asiya anamız Musa aleyhissalamın dəvəti ilə İslamı qəbul etmiş analığı, yəni Fironun həyat yoldaşı. Ölərkən onun üzündəki o təbəssüm Fironu dəhşətə saldı. Bunun qabırğaları sındığı vaxtı bunun üzündəki bu təbəssüm nədir? Onun cavabını min illər sonra Allah Qurani Kərimdə deyir. Ona cənnətdə düşəcəyi saray göstərildi. Və o onun öz sarayını görüb gülürdü. Allah bizə cənnətində bizim üçün ayırdığı saraylarını göstərərək bizi də sevinç, gülüş içində dünyamızı dəyişməyi nəsib eləsin. La ilahə illallah kəliməsi üzərində ölən hər bir şəxs o sevincin içində öləcəkdir. Allah bizə onu yaşatsın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.